Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır. Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 12-ci Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 4-cü iclasının yekunlarına dair mətbuat konferansında bildirilib ki, Azərbaycanla İttifaq arasında enerji dialoqu bundan sonra da davam edəcək. Bu əməkdaşlıq üçün imkanlar var. Qeyd olunub ki, Avropa yaşıl enerjiyə keçid edir. Keçid dövründə Avropaya daha çox təbii qaz lazım olacaq. Avropa İttifaqı enerji təminatını şaxələndirərək Azərbaycanla bu sahədə birgə layihələrin həyata keçirilməsində iştirak edəcək. Azərbaycanda yaşıl enerji layihələrin inkişafı, həyata keçirilməsi vüsət alıbdır. Bu sahədə Avropa İttifaqı üçün çox maraqlıdır. Yaşıl enerji və ümumiyyətlə elektrik enerjisi koridorları, layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. Dəstəklənir bir də ona görə ki, bu interkonnektorlar Azərbaycanı həm Avropa ilə, həm Mərkəzi Asiya ilə və gələcəkdə yaxın şərqlə də birləşdirmək imkanları ortaya qoyur. Azərbaycan qazı Avropa üçün son dərəcə vacibdir. Biz enerji sahəsində əməkdaşlığa dəyər veririk. Gələcəkdə bu tərəfdaşlığı necə gücləndirə biləcəyimizi düşünürük. Prezident İlham Əliyevlə görüşmək mənim üçün böyük şərəf idi. Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlər barədə çox konstruktiv və ətraflı müzakirələrimiz oldu. 2020-ci ilin sonundan Xəzərdə hasil edilən qazın 50 milyard kubmetrdən çox həcmi Trans-Adriatik boru kəməri ilə artıq Avropaya çatdırıldı. Xəzər qazının köməyi ilə Avropa İttifaqının Rusiya qazından asılılığı 2022-ci ildəki ümumi idxalda 45%-dən 2025-ci ildə 12%-ə düşdü. Həmin rəqəmlər azalmağa davam edir. Avropa İttifaqı yaxın gələcəkdə Azərbaycan qazının etibarlı müştərisi olaraq qalacaq.